Gənclər, bu kursun axırıncı izah videosu olacaq. Permutasiya kombinizon. Bilməli olacağımız bir mövzudur. Çətin mövzu deyil. Sadəcə biraz dərindən oxusaq, öyrənsək, misalları tətbiq eləməyimiz rahat olacaq. Bundan sonra yəqin ki, burada da qeyd eləmişəm. Təkrar hissə 1 qoyacağam. İmtahan təkrarı adında keçdiklərimizi falan tətbiq edib təkrar edəcək. Buraxılış sınavı üstündə onu, qaydaları falan tətbiq edib paylaşmaq istəyirəm ki, bildirirsiniz sınav izahları falan. Orada bir 80 dənə sual falan da qoyarıq keçdiyimiz mövzularla bağlı. Onlara da baxarıq. Deməli, uzatmayayım, keçim, danışım. Bu yəqin ki, axırıncı video olacaq. Bundan sonra da görüm, yəqin ki, o təkrar videolar gələcək. Permutasiya kombinizondan danışırsa biz faktorialdan danışırıq. Faktorial nədir? Birdən n-ə qədər olan natural ədədlərin hasilinə biz n faktorial deyirik və n, normal qayda bildiyimiz nida işarəsi. Yəni n faktorial kimi işarə olunur. Məsələn, n faktorial deyirsə, birdən n-ə qədər ədədlər nə idi? Hasilidir. Məsələn, 1 faktorial elə 1-in özüdür. 2 faktorial 1-lə 2-nin hasilidir. 3 faktorial 1, 2, 3-dür. 5 faktorial 1, 2, 3, 4-dür. Hasil o, məsələn, bəzən bizə daha çox hesablamalarda n faktorial verir. Burada qeyd verilib, n faktorial n vurulsun n-1 faktoriala bərabərdir və yaxud da n faktorial bərabərdir n vurulsun n-1 n-2 faktorial. Yəni bu normal sıra qaydasındadır. Məsələn, 10 faktorial verilibsə 10 faktorial nəyə bərabərdir? Ədədin özü vurulsun, bir vahid artıq kiçilə gedir. Yəni bu onu deyir ki, 10-a bərabərdir. Bir də bunlar daha çox ixtisar olmada falan hesablamada qaydalarda çox çıxacaq qabağımıza. Yəni bunları bilmək mütləqdir ki, məsələn, yuxarıda n faktorial verəcək, aşağıda normal bir n-1 verər, 2 verər. Deyər ki, bunu hesabla, artıq biləcək ki, bu n-1 onsuz da bu n faktorialın nəyində var? Daxilində var. Deyəcək, bu inanma ixtisar gedəcək, bu ixtisar gedəndə burada nə qalacaq? Onu bildirmək istəyir bu bizə. Daha sonra burada nə haqqında danışaq? Qeyd var, mütləq bunu bilək. 0 faktorial həmişə burada 1 kimi qəbul olunur. Permutasiya haqqında danışaq. Permutasiya və yaxud da yer dəyişmə. Deyir ki, buna diqqətlə eləyək. N elementli çoxluğun yalnız elementlərinin sırasına görə fərqlənən düzülüşlərə permutasiya deyilir. Yəni, Pn kimi işarə olunur. Məsələn, deyir ki, sual verib, x, y, z olarsa bütün yer dəyişmələri tapaq və yaxud da yazaq. Artıq biz burada nə edən? Permutasiyadan istifadə edəcək. Permutasiya 3-dən 3 faktorial edəcək. O da bizdə 6-ya bərabər olacaq. N elementli çoxluğun permutasiyalarının sayı, permutasiya n-dən n, o da n faktoriala bərabərdir. Permutasiyanın düsturunda bunu biləcək, öyrənmiş olacaq. Dərs hara getdi? Deməli, ən çoxluğu permutasiyaların sayı dedik ki, P-ndən n-lə hesablanır. Misallar üstündə bunu da başa düşürük. Deyir ki, 4 qələmi stolun üzərində neçə müxtəlif üsulla düzmək olar. Burada artıq söhbət sırf o 4 qələmdən gedirsə, artıq nə eləməyə? Permutasiya ilə bunu tapmağa. Permutasiya, yəni 4 bizdə 4 faktorial verəcək. 4 faktorialda dedik ki, faktorial tapanda 4 faktorial deyirsə, 4-ə qədər ədədlərin hasilini götürəcək. Bu da bizə 24 verəcək. Qeyd, dəyirmən masa arxasında n nəfər varsa, n-1 faktorialına müxtəlif üsullar oturur. Bilməli olacağımız qaydadır ki, masa arxasında, məsələn, güvəndə falan topluda suallar var buna bağlı. Misal ki, dəyirmən masa arxasında 6 nəfər neçə müxtəlif üsulla otura bilər. Gətirib burada qoyuruq, n-1 faktorialını hesablayırıq. 6-ını qoyanda bizdə 5 faktorial verir, 5 faktorial da 120-yə bərabərdir. Yenə permutasiya, yer dəyişmə, n-dən k. Artıq biz burada n-dən n-dir, yəni normal, məsələn, tutalım ki, deyir 4 qələmi, burada söhbət sırf qələmlərdən gedir. İndi baxaq, burada söhbət nə haqqında gedir. Deyir ki, P-ndən k, n elementi çoxluğu k sayda elementlərindən düzələn və bir-birindən ya elementi ya da düzülüşlə fərqlənən permutasiyaların sayına deyilir. Məsələn, deyir ki, çoxluğunda bir elementli permutasiyalar. Bir elementli permutasiyalar deyirsə, biz 3-dən 1-i. 2 elementli deyirsə, 3-dən 2-ni, 3 elementli deyirsə, 3-dən 3-ü hesablayacaq. 3-dən 2 də 6 verir, 3-dən 3 də 6 verir. Çünki 3-dən 2 də 1 faktorial verir, 3-dən 3 də 0 faktorial verir. 0 faktorial demiş ki, nəyə bərabərdir? 1-ə bərabərdir. Elementli çoxluq k elementi permutasiyalarına sahib. Artıq permutasiyanın düsturu burada qarşımıza çıxır. Permutasiyanı hesablayanda biz n-dən k-nı hesablayanda n faktorial bölünsün, n-k faktorialını hesablayırıq. Tətbiqi misallarda qarşımıza çıxacaq. Bunları bilmək mütləqdir. Daha sonra burada nə var? Misal var. Deyir 6 divar saatını divardakı 3 yerə neçə müxtəlif üsulla asma olar.
Gördüyünüz kimi söhbət 6 divar saatından gedir və 3 yer deyir. Permutasiya altdan üstünə hesablayırıq artıq biz bunu. Neçə müxtəlif üsulla deyir, cavabımız olur 120. Hesablamanın da dediği şey düstur nədir? Permutasiya n'dən k'da n faktorial minus k faktorial. Yəni 6 faktorial bölünsün, 6'sının 3 faktorial. 6 faktorialın tərkibində 3 faktorial var. 3 faktorialdan sonra nə gəlir? 4 vur, 5 vur, 6 gəlir. O da bize nə verir? 120 verir. Yine burada qeydimiz var. Xusussallarımız var. N'dən 0 1 verir. N'dən 1 n verir. N'dən n faktorial verir. 3'dən 0 1'i, 3'dən 1 3'ü, 3'dən 3 3 faktorial 6'nı verir. Ki bu xusussalları da yadda saxlamaq sizin üçün müsbət olar. Kombinizon var, birləşmə. Yuxarıda yerləşmə də artıq kombinizon birləşmədir. Deyir ki, kombinizon n'dən k, yəni n elementli çoxluğun k sayda elementlərindən düzələn o birləşmələrin sayına deyilir ki, bu birləşmələrin biri digərindən ən azı bir elementinə görə fərqlənir. Elementlər düzülüşünə görə isə fərqlənmir. Yəni artıq burada düzülüşə görə yox, elementə görə fərqlənəcək. Söhbət ondan gedir. Deyir ki, məsələn, x, y çoxluğunda bir elementli kombinizonlar, alt çoxluqlar. Kombinizon 3'dən 1'i hesablayırıq. Deyir, 2 elementli kombinizonlar, alt çoxluqlar 3'dən 2'nə. Artıq yer dəyişməyə görə yox, sadəcə nəyə görə fərqləndi? Elementə görə fərqləndi. 3 elementli olanda da kombinizon 3'dən 3 bizə 1 verəcək. N elementli çoxluğun k elementli kombinizonların sayını hesablamaq üçün qaydamız kombinizon n'dən k, n faktorial, k faktorial vurulsun, yəni bu k vurulsun, n minus k faktorialına hesablayırıq. Burada yine şey var. Deyir ki, 8 nəfərlik qrupda 3 nəfərlik növbətçi qruplarının neçə müxtəlif üsulla təyin etmək olar. Artıq qrup daxilindən 3 nəfərlik bizdən növbətçi qrup istəyir. Artıq kombinizon hesablayırıq. 8'də 3 nə edəcək? 56 edəcək. Yəni burada da qayda var. Görürsünüz 3 faktorial vurulsun, 8 çıxılsın. 3 faktorial, yuxarıda da 8 faktorial var. Burada da yine qeyd var, suallar var. N'dən 0 bizdə 1'i verir. N'dən 1 n'i verir. Düsturun yerinə qoyur. Həm bunu bizə asanlıqla verir ki, yəni bir də məsələn sual düşəndə vaxt itirməyək. Elə olduğu kimi biz bunu yəni qeyd biliriksə onu biz yazarıq. Newton binomu var. Bizdə bu bloka düşmüşdü. Yəni bunu bilməniz sizin üçün vacibdir, amma buraxılışa bu düşmür. Düşünmürəm ki, salarlar. Newton binomu nədir? X plus y üstü n'dir. Deyir ki, bunun açışı biz bunun açışını necə veririk? Bunu biraz deyəcəm, indi qarşılığı yaranacaq. Kombinizon n'dən 0 x üstdən y üstü 0 üstə gəlsin n'dən 1. Bu gedir kombinizon n'dən n x üstü 0 y üstü n'ə qədər. Burada bize en çok ne qarşılaya bilər? Deyər ki, məsələn x üstü x plus y üstü 5. Bunun biz açışını dedik ki, kombinizon 5'ten 0 x üstü 5 y üstü 0. Kombinizon 5'ten 1 x üstü 4 y üstü 1. Artıq x azalır, y artır ve kombinizonda da bu 0 ise ne inir? Artır. 5'e gelir. Bu 5'te 5'e gələnə qədər x'in üstü də kiçilir, 0'a gəlir. Y'nin üstü də nə inir? Artır, 5'e tamamlanır. Bu şəkildə də bunu rahat yadda saxlaya bilərsiniz. Xassələrimiz var. Burada k kiçik də n natural edilərdir. Binomda x plus y üstü n binomunda. Bu müxtəsər vurma düsturu ilə qarşıdırmayın. Müxtəsər vurma düsturu ayrıdır. Newton binomu ayrı bir şeydir. Deyir ki, hədlərin sayını n plus 1 ilə hesablayırıq. Biz hər bir həddin qüvvətini n ilə hesablayırıq. Binomial əmsalların cəminin 2 üstə n ilə hesablayırıq. K-cı həddin binomial əmsalını da deyə də bilmədim. Kombinizon n-dən k minus 1 ilə hesablayırıq. 5-ci həddi k plus 5 üzr istəyirəm. K plus 1-ci həddi kombinizon n-dən k x üstə n minus k y üstü k-na hesablayırıq. Binomun orta həddin x plus y 2 üstə n. Kombinizon 2n'dən x üstə n, y üstə n hesablayır. Yəni bunları bilsəz sizin üçün daha məqsədə uyğun olar. Əsas bunlardır ki, binomda düşəcək hissələr bunlardır. Tusi-Pascal üsbucağı var. Binomu bununla da, yəni yadda saxlayın, bununla da hesablaya bilsəz daha yaxşı olar. Burada qayda necədir? Bu Tusi-Pascal üsbucağında birinci sırada 1 dayanır. Artıq ikinci sırada 1-1 cəmliyə gedir. Yəni 1 ilə 1-in cəmi ortada 2 dayandı. 2 ilə 1-in cəmi burada 3. Sağlar 1'dir. Ortalar nədir? Ortaları cəmliyə artıq gedir. Yəni, məsələn, 0-cı sətirdə 1 dayanacaq. 1-ci sətirdə burada bu 4'lər də bizdə əmsallar. Baxın, a üstü 4 üstə gəlsin 4a kubu, b üstə gəlsin 6a kvadrat, b üstə gəlsin 4a üstü b kubu, üstə gəlsin b üstü 4. Yəni, düsturları, qaydaları yadda saxlayamırsınızsa, bu Tusi-Pascal üsbucağı ilə də asan yadda saxlaya bilərsiniz.
Xassələrimiz var. Kancı sətirdəki ədədlər A plus B üstü K-nın əmsalları ilə eynidir. Kancı sətirdəki ədədlərin cəmi 2 üstü K-ya bərabərdir. Kancı sətirdəki hədlərin sayı K plus 1-dir. Bu qədər ki, dərs 29 artıq yox, təkrar hissə var. Təkrarı paylaşacağım. Permütasiyada, kombinasyonda bunlar asandır. Yəni bunları biləndən sonra ehtimalı yazmaq rahatdır. Daha da təkmilləşdirməyə, daha da yaxşı videolar yerləşdirməyə çalışacağım. Ümid edirəm nəsə öyrədə biləm, ümid edirəm dəstək ola biləm. Təkrar videosunda görüşmək ümidi ilə sağ olun, salamat qalın.